Miyə salam. Bugün ingilis dilindən sınav imtahanı eləyəcəyik. Başlayıram 7-ci sualdan. 7-ci sualda bizdə deyir ki, passive voice, yəni ki, cümləni passive voice-a çevirin. Cümləmizə baxırıq, deyir ki, Kate read an interesting message. Deməli, passive voice-in quruluşu necə idi? Cümləyə baxırdıq birinci, əsas baxırdıq tamamlığa, bir də cümlənin zamanına. Burada tamamlıq biz bilirik ki, xəbərdən sonra gəlir. Xəbərimiz read feilidir. Tamamlıq da an interesting message olacaq. Deməli, bu keçir cümlənin əvvəlinə. B getdi, Y getdi. Və əsas passive voice-da baxdığımız məqam cümlənin zamanıdır. Bu, indiki zaman deyil. Çünki indiki zaman olsa Kate üçüncü şəxs olduğu üçün burada bir S əlavə olunardı, reads olardı. Və S əlavə olunmadığı üçün deməli ki, bu keçmiş zamandır. Və keçmiş zaman olduğu üçün təbii ki, passive voice-da keçmiş zamanda olmalıdır. Yəni ki, maraqlı mesaj Kate tərəfindən oxunuldu. Bu işlətməliyik biz bunu keçmiş zamanda. Ona görə də cavabımız olur A variantı. C-yə baxıram, is deyir burada, indiki zamandır. D-yə baxıram, ümumiyyətcə heç to be-nin forması yoxdur. Yəni to be-nin forması yoxdursa, cümlədə yanlışdır. Sonra baxıram 8-ci suala. 8-ci sualda bizə deyir ki, choose the correct degree of the adjective. Deməli, sifətin düzgün dərəcəsini seçin. Sifətin dərəcələrində bizə, yəni cümlədə zaten bir göstərici olur. O göstəriciyə uyğun olaraq biz cümlənin sifətin dərəcəsini qoymalıyıq. Burada deyir ki, a daffodil looks as a rose. Deməli, cümlənin göstəricisi nədir? As. As-də biz bilirik ki, sifətin adi dərəcəsi ilə işlənir. Adi dərəcədə olur nice. Yəni, a daffodil looks as nice as a rose. Nərgiz gülü qızıl gül kimi gözəl görünür. 9-cu suala baxıram. Japanese is difficult language deyir. Biz bilirik ki, bu tipli cümlələrdə, sözlərdə daha doğrusu, millət adıdırsa əgər, millətlə bağlıdırsa mütləq the article olmalıdır. Yox, əgər millət deyilsə, dildirsə, the article olmamalıdır. İndi burada language deyir axırda. Bizə məlumdur ki, dildən söhbət gedir. Buna görə də mütləq dərəcədə mən the article-ını qoymamalıyam bura. Yəni, the article varsa, bu millət bildirir. Deməli, the article-ını qoymadım. İkinci hissədə də language sözü sayılan isimdir. Cəmləyə bilirəm, languages deyə bilirəm. Və sayıla bilən isim olduğu üçün də mütləq e-artiklı burada olmalıdır. Yəni deyir ki, Yapon dili çətin bir dildir. Mütləq e-artiklı olmalıdır. O da oldu C variantı. 10-cu sualda bizdən düzgün variantı istəyir. Belə tipli suallarda ümumiyyətcə variantlarda görürük ki, məsələn, both, all, some bunlar varsa, əsas baxırıq biz burada xəbərə. Biz bilirik ki, both işlənir, cəm isim, cəm xəbər. Amma burada xəbərimiz both, təkdədir. B variantı getdi. All da eyni şəkildə, some da eyni şəkildə. Every ümumiyyətcə of-la işlənməsi tamamilə yanlışdır. Every of-la işlənməz. C də getdi, qaldı A variantı. Biz bilirik ki, neither varsa xəbər olur təkdir. Bu belə. Sonra keçirəm 11-ci suala. 11-ci sualda bizdən deyir ki, yanlış variantı seçin. Wrong. Deməli, mütləq cümləni diqqətli, sualı diqqətli oxuyuruq. Wrong deyir. Yanlış variantı seçin. Yəni, burada əsas biz baxacağıq feillərin preposition'ın işlənmə qaydasına. To burada, indi hansı feillər to ilə işlənir, hansı feillər işlənmir, ona baxmalıyıq. Deməli, baxıram, birinci gəlir reach. Reach to ilə işlənmir. Bir-birdir. Came to, deməli, at last the family came to a small town. Yəni, balaca bir şəhərə gəldik. Bu iki düzdür. İkiləri çıxdım. İkilər getdi. Ya A-dır cavabımız, ya da Y-dir. Sonra baxıram 3-ə. Return to işlənir. Deyir ki, sonda ailə kiçik şəhərə qayıtdı. Return to ilə deməli işlənir. 3 düzdür. Sonra baxıram 4. Yəni ki, move köçmək mənasındadır. Kiçik bir şəhərə köçdü. Şəhərə köçmək ümumiyyətcə həmişə move to a town olur və yaxud da city, amma evə köçmək move house olur. 5-də baxıram left. Orada olardı məsələn family left a small town, yəni kiçik şəhəri tərk etdi. Amma left to a small town bu tərcümədə də ümumiyyətcə yanlışdır. Yəni kiçik bir şəhərə tərk etdi, belə bir cümlə yoxdur. Ona görə 1-5 olur Y variantı. Baxıram 12-ci suala. Düzgün zamanı bizdən soruşur. Don't hurry, yəni tələsmə. Tələsmə, yəni ki, mən hələ də qərar verməmişəm. Ağlımı, yəni ki, fikrimi bir yerə, bir araya qoymamışam, fikrimi toplamamışam bu mənada. Yəni bir qərar verməmişəm bu mənadadır. Və biz bilirik ki, yet ümumiyyətcə inkar cümlələrdir. Yəni hələ də bunu etməmişəm. Bu tipli olur. Və
bitmiş zamandan işlənir. İndi bitmiş zaman e, inkar olacaq D variantı. Yəni hələ də bunu etməmişəm. İndiki bitmiş zaman olmalıdır. Cavab olur D. Sonra 13-cü suala baxıram. Düzgün deməli modal feili seçirik. She stay at home as there is a lot of work to do. Aha, deməli as çünki mənasındadır. Burada deyir ki, çoxlu, yəni görülməli iş olduğu üçün evdə deməli bu qalmalıdır. Yəni evdə iş varsa təbii ki bu evdə qalmalıdır. Və mütləq modal feillərdə də zaman çox önəmlidir. İndi məsələn veriz deyirsə indiki zaman deyim, təbii ki mən birinci hissəni də götürəcəm indiki zamanda. Və baxıram ümumi cümlənin belə quruluşuna. E, Can'lə to işlənməz, must'la to işlənməz, has'lə to işlənməlidir, was able'ın to'su yoxdur. Elə heç cümləyə baxmıram. Cümləyə baxmıram heç. Variantlara baxıram, elə cavab çıxır. Cavab olur A variantı. Sonra keçirəm 14-cü suala. 14-cü sualda bizdən deməli düzgün choose the correct form of the verb. Deməli feilin düzgün formasını bizdən istəyir. Who let you? Bu complex object ən asan mövzu. Let deyirsə, təbii ki, feilin elə əsas özü olmalıdır. O da olur watch. B variantı. Deməli let nə make idi ki, heç nə, yəni ki, feilin özünü tələb eləyir. Nə ing, nə də to ilə tələb etmir. 15-ci sualda da possessive case yiyəlik haldır. Children's book noise deyir. Bu düzdür. Children's yəni ki düzgün işlənib. Kökündən dəyişən ism olduğu üçün apostrof S ilə olmalıdır. Biri birdir. Sheep's milk. Sheep's milk bu yanlışdır. Çünki sheep elə bir isimdir ki, həm təki də eynidir, cəmi də eynidir. Yəni təki cəmi eyni olan bir isimdir. Ona görə bu apostrof S-dən olmalıdır. 2 getdi. Sonra 3-ə baxıram. Gizes deyir. Gizes noise. Hə, deməli burada gizes noise. Mən çaşıb bayaq belə oxudum. Burada bu da deməli yanlışdır. Çünki bu da kökündən dəyişən isimdir və demişdik ki, kökündən dəyişən isimdirsə əgər mütləq dərəcədə bu apostrof S-lə olmalıdır. 3 getdi. Sportsman's bus deyir. Bu düzdür, çünki mən burada kökündən dəyişib, ona görə apostrof S-lə olmalıdır. 5-də də ki, eyni şəkildə kökündən dəyişən isim olduğu üçün S apostrof yox, apostrof S olmalıdır. Cavab olur 1-4. Sonra gəlir 16-cı sual. Make up a sentence deyir. Cümləni qurmalıyıq. Və baxıram cümləyə. Variantlarımız burada göstərmir. Amma ki, burada he had to work hard on the final project. Belə olmalıdır. He had to work. Deməli 2, 4, 1, 6, 3, 5. Bu şəkildə. Cavab olur A variantı. 17-ci suala baxıram. Nida cümləsidir. Nida cümləsində biz bilirik ki, what varsa EN artiklı olur, what-la Z artiklı olmaz. How varsa EN artiklı yox, Z artiklı işlənməlidir. İndi baxıram 1-ə. Deməli, what an exhausting day it was deyir. Bu düzdür. Çünki birinci it gəlməlidir, sonra was. Was it yanlışdır. Yəni birinci it gəlir, yekun olaraq to be-nin formasını işlədirik. Biri 1-dir. 2-də yanlışdır, çünki was keçib əvvələ. 2 səhvdir. 2-ləri çıxıram. Sonra gəlir how exhausting day it was deyir. Amma bunun the article yoxdur. Ona görə 3-də çıxdım. How exhausting the day mütləq. Deməli, how varsa the olmalı. Cavab oldu Y. 18-ci sual. Did you learn Japanese deyir. Biz burada məntiq uyğun olaraq qoyuruq. Yəni deyir ki, niyə öyrəndin? Bir də nə vaxt öyrəndin? Yəni məntiq olaraq budur. Nə öyrəndin? Nə Yapon dili öyrəndin? Bu cümlə səhvdir. Kim Yapon dili öyrəndin? Bu da yanlışdır. Niyə öyrəndin və yaxud da nə vaxt öyrəndin? Bu düzdür. When did you learn? Bir də why did you learn? Cavab olur B variantı. 19-cu sualda deməli bu tip suallarda da mütləq dərəcədə bir cümlənin təsdiq və inkarda olmasına baxırıq. Təsdiqdədirsə cavab olaraq təsdiqdə veririk. İnkardadırsa cavab olaraq inkarda. Bir də zamanına baxırıq. Zaman, keçmiş zaman cümlə təsdiqdədir. Yəni təsdiq və keçmiş zamanda verməliyik. İnkarların hamısını çıxdım. A getdi, B getdi, D getdi, Y getdi, qaldı C variantı. Həm təsdiq cümlədir, həm də keçmiş zaman didlə verilir. Sonra keçirəm 20-ci suala. Deməli 20-ci sualda da burada yenə to be-nin formasını qoyuruq. Of-dan əvvəl ümumiyyətcə oflu birləşmədirsə mütləq dərəcədə of-dan əvvələ baxırıq. Of-dan əvvəl cəmdədirsə xəbərimiz cəmdə olur. Of-dan əvvəl təkdədirsə xəbərimiz təkdə olur. İndi deyirik ki, the novels cəmdədir bu.
Nobles cəmdə olduğu üçün deməli bir were götürürəm, bir də indiki zamanda are götürürəm. Cavab olur 1-4, yəni A variantı. Sonra gəlir 21. Deyir ki, please buy some paint. The door, the window need painting. Aha, heç cümləyə baxmıram özüm. Cümləyə baxıram, görəm hansılar düzdür, hansılar səhvdir. İndi both oradan işlənməz, ədlə işlənir. Neither or yox, nor olmalıdır. Either nor yox, or olmalıdır. Cümləyə əsasən təbii ki, burada hər ikisi, yəni həm qapı, həm də pəncərə deyil. Both and təbii ki, düzgün variantdır. Burada getdim. Sonra yekun olaraq bir dənə sualımız qalıb. Deməli 22-ci sual. 22-ci sualda da definition deyir. Basket səbətdir, sack, yəni ki, belə torba. Un, daha çox unun qoyulduğu sumka kimi istifadə olunur. Envelope bu da ki zərfdir. İndi baxıram deyir ki, a paper container used for sending letters, yəni məktubları göndərmək üçün istifadə olunan kağız qab. Bu deməli envelope olur. 3-ə gedir A. Sonra a container for holding or carrying things. Yəni bu da təbii ki səbətdə nələrsə daşımaq və yaxud da tutmaq üçün istifadə olunur. Sonra a large bag used for carrying flour, coal, etc. Yəni ki un, kömür, bunları daşımaq üçün istifadə olunan yekə sumka təbii ki sack olacaq. O da olur deməli 2-yə C variantı. Cavabımız da olur C.